Yani 45 bin adam geldi. Ben sual verdim. Buradan deyirlər ki, o bir-iki dənə qızlar var. Oxuya bilmir, canlı oxuyan bir. Oxuya bilməyən 7-8 minə toy gedir. En çok onu qınayanlardan biri elə Əli Mirəliyev oldu. Əşəri içəli ömrü boyu şey deyib də, indi əlini qoydu qırağı, mən elə belə buradan danışayım. Yəni biri sənətə tamaşaçısı var, özünün kütləsi var, oxuya bilmirlər. Oxuya bilməyənə necə o pulu vermək olar, yaş konserti qurdu oxuyaraq. Və yaxud biri olar, ikisi olar da, bu adam kalendarını toyda dər gün. Necə oxuya bilmir? Deməli, sən oxuya bilmirsən. Səni qəbul eləmirlər, o pulu verə bilmirlər də sənə. Amma sənəti qoyduq o, əslində özünün öz canlı var, mahnı oxuyur da, bu dəstgah oxuyur, qatar oxuyur ki, deyirsən o, mahnıdır da. Bu da qəbul olunur. Bəli. Yəni sadəcə burada bir xainlik var, onu heç kim deyənmir. İndi Üzeyir, gəl Üzeyir'in verdiği konserti ver, sonra gəl ot danış, sənətdən danış da, ver gəl danış. Kişi nə olur doldurur da, 45 mini Üzeyir doldurur. Sən niyə bunu qəbul edən bilsən? Sənət nədir? Üzeyir rast oxuyur, qatar oxuyur, çargı oxuyur, mahnı oxuyur da, öz canında mahnı oxuyur.